Vətəndaş polis peşəsinə dil uzadanları sərt ifadə ilə tənqid etdi. Bərdə rayonunda yaşayan hüquq müdafiəçisi Mamedov Əzamin cəmiyyətə səslənir. Dinləmək üçün təqdim edirik. Mən Mamedov Əzamin Yunusov, Bərdə rayonunda Qaradağ kəndə məşğulatında. Bugün çıxış etməklə məqsədi bəzi sosial şəbəkələrdə çıxış edənə baxsan ki, nə tələb etdiklərini də bilmirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən Bərdədə çıxış verdim. Qarşı tərəfin torunları Qasım adlısı biri də öz şəxsiyyətinə uyğun danışdı. Öz işidir. Danışsın, yəqin ki, qanun öz sözünü deyəcək. Tərtər rayonuna yeni təyin olan rəis var, Rüfət müəllim. Rüfət müəllim Tərtərə gedəndə görəsən, Tərtərdə bazarın qabağının acayip vəziyyətinin dəyişilməsinə görə bu cəmaatın çoxuna minnətdar oldu. Nəinki o görə, bütün yollar bağlanmışdı, piyada yol yox idi, yox dərəcəsində idi. Narkotiklə ciddi mübarizə apardı. Özü irəliləyiş deyil. Kimsə kimi örgədir, bu rəisdən yaz, bu rəisdən deyil, ya başçıdan yaz, prokurordan yaz. Qardaş, mən bir dəfə baxılmışam, Yusuf adlı bir nəfər gedib xəstəxanaya, xəstəxanada niyə getdiyim bu adam deyə bilmir. Niyə getdiyim fikrini cəmləşdirə bilmir. Həkim dedi 20 manatı, səndən 20 manatı nə istəyirdi? Ki, hüquq mühafizə orqanları var, həqiqətsə pul istəyirlərsə, nömrə onu pul götür ver, tutsunlar, deyək bərək Allah, sən dövlətə gücür kömək elədin. Veteransan Allah cariyi sağ eləsin. Mən bütün şəhid ailərini, qazilərimizi, veteranlarımızın qarşısında baş əyirəm. Veteranın başına dönüm, çox gözəl. Amma o demək deyil ki, sən şantajla danışmalısın. Danışır ki, Bərdədən Tərtərə rəis gəl. Sən regionçuluk sağlısın, xəbərin var. Tərtər qabaqı rəis havalardan idi, Umutluda. O birisi də səhər bir başqasına bir yeri yiyor. O dövlətin siyasətidir, dövlətin işinə qarışmadır. Ehtiyac da deyil. Sizi kim örgədirsə, elə bilən səhv edin. Fikrim varsa, konkreti faktlarla deyil. Həqiqətən də Tərtər səhiyyəsində rüşvət alınırsa, konkreti göstər ki, falan kəs falan yerdə bir belə pul aldı. Və tələbin nə olduğunu bax, biz qardaşım, bilmirsən. Ya, təzə rəisə deyirsən ki, Tərtərə yeni rəis təyin olunub, tutur basır içəri. Sizin şöbədə işiniz var, sizi tutuqdur. Arkadaş, cinayət əməlini törətmə, tutulma. Sosial şəbəkədə mən yoksanları qaldırmaqda, mən qədərsən yoksan qaldırıb deyə bilmərsən. Dəfələrlə mən Tərtərin səhiyyəsindən də demişəm, prokurorluğundan da demişəm və digərlərinin onu kimi. Bərdədən narkomaniya başarıb gedirdi, Allah Əhməd müəllim atasına rəhmət eləsin. O gələndən bəri bunun sonuç çıxıbdır, Bərdənin 0 dərəcəsindən də narkomaniya. Bunu dağmaq nə lazımdır? Narkoman tutulur, əcəb edirlər, yaxşı edirlər, düz edirlər. Narkomanlar da müdafiə yenilir, narkomanla betərdir, kim olursa olsun. Mən xahiş edirəm, sosial şəbəkələrdə paylaşım edəndə diqqətli olmaq lazımdır. Qadınam sən, qaybıqgah təhqir edirsən. Sən sonra qarsan mənim üçün, o təhqirə görə sən töyürlər. Hər bir vətəndaşın özünə görə şəxsiyyəti var. Ona görə də mən kimin barəsində yaxşı sən danışıramsa, onun heç vaxtlarının şəxsiyyətinə toxunmuram və onun şəxsiyyətinə toxunan söz deyərsəm, üzr istəyərəm və istəyirəm. Amma gəl haqla danışaq, reallıqla danışaq. Siz deyirsiniz, Bakıda tuturlar. Bakıda nə tuturlar? Kimi tuturlar? Sənin sözünlə belə çıxıb ki, Azərbaycan polisi şəxşəmatdan deməklə məşğuldur. Ayıbdır. Ayıbdır. Onlar nöqsan, idarə müəssisə olar, orada nöqsan olar. Ancaq mən açıq mənada deyirəm, Tərtər rayonuna yeni təyin edilmiş rəis Rüfət müəllim obyektiv işləyir, Allah qorusun, uğurları bol olsun, narkotiklə və maşının qabağı qaldırılırdı, çay-çuydu, bu var da axı. Piyada yoluna keçidlərlə, səkilərlə getmək mümkün deyildir. Tükanın qabağı çıxırdı, hamısı aynı önü töküldü ora, məqbul edən asfaltla gedirsən. Bir Allah'ın olsun, kim olursa olsun danışanda elə danışmaq lazımdır ki, haqq və düzünə. İkinci həqiqətən də qaranlıqda danışırsansa, işıqda danış, çək göstər ki, bax bu belədir. Siz deməli, bəzi sosial şəbəkə işçiləri o sosialdan çıxış eləyərək qəsdən qərəzli danışırlar. Niyə haqqı danışmırsınız? Niyə düzün danışmırsınız? Niyə faktla demirsiniz ki, məsələn, Tərtər rayonu, ya Bərdə, ya hansı rayonun polis şöbəsi filankəsi haqsız tapardı. Bunu konkretlik danış da. Olmaz ki, yuvarlaq danışırsan. Mən belə başa düşürəm ki, narkomaniyanın qarşısı alınmasının əleyhinəsiz, maşınların qabağının qaldırılmasını, yendirilməsi əleyhinəsiz, səkilərin boşaldırıb, vətəndaşın rahat geliş gəlişinin tam əleyhinəsiz. Ona görə də özünü tuturam,
Ölkəmizin prezidenti, hörmətli İlham Əliyev, cənab prezidentimiz, əvəz edilməz Daxili İşlər Naziri, hörmətli Vilayət müəllim, mən sizə Bərdə rayonuna təyin etdiyiniz rəis Ənvər müəllimə görə və Tərtər rayon polis şöbəsinin yeni təyin olmuş Rüfət müəllimə görə başda siz olmağına cənab prezidentimizə minnətdarlığımı bildirirəm ki, belə kadrlar bizə lazımdır. Belə lazımdır ki, narkotiklə dönməz mübarizə aparırlar. Ən yaralı yerimizdə odur. Allah sizi qorusun, Allah Azərbaycan polisi qorusun. Hesab edirəm ki, Azərbaycan polisi 92-93-cü illərdə verdiyi şəhidi, polis sıralarında olan şəhidlər təsəvvür elə dünya qədərdir. Onu unutmaq lazım deyil. Allah polislərimizi qorusun. Hələ bu qədər.